Deməli, bizim qarşımızda belə oxlarla verilən sadə bir məntiq var. Şəkil ədəd münasibətlərinə aiddir burada. Baxaq, bizdə paralel və kəsişən xətlər olanda çox vaxt belə tək kənarlarda qalanlar, ortada qalanların ya hasilinə, ya cəminə bərabər olur. Yoxlayaq, 8-i 5-ə vuraq 40. 7 dəfəm 4-ün 28, 2 dəfəm 6-ın 12, cəmi 47. Burada yoxlayaq, 7 dəfə 6-ın 42, 5 dəfəm 6-ın 30, 3 dəfəm 4-ün 12, 30, 12 elədi 42. Növbəti 3 dəfəm 7-nin, demək 3 dəfəm 9-un 27, 2 dəfəm 8-in, 2 dəfəm 4-ün 8, bu elədi 35. Biz 5-i nəyə vursaq 35 eləyər, cavablarımızda 7 var. Bir digər misala baxaq. Belə bir misalımız var. İndi bunun deməli, burada 2 rəqəm verilib. Bu rəqəmlər üzərində müəyyən əməliyyatlar aparılanda yuxarıdakı rəqəm alınmalıdır. Və biz 7-ni 5 ilə toplasaq, eləyər 13, 12. 12, 12-dən 8 almaq üçün 4 çıxarıq. Görək digərlərində alınırmı? Yox, digərlərində alınmır. Gəlin bir dənə də bu üsulu yoxlayaq. 7-ni 5-ə vursaq 35, 3 ilə 5-in cəmi 8. 9 dəfəm üçün 27, 2 ilə 7-in cəmi 9, burada isə 9 cavabı yoxdur. Deməli, bu üsulda düz gəlmir. 27, bir dənə də çıxmasına baxsaq, 7-dən 5 çıxsaq, o da burada düz... Yox, kök də alınmır, kök kimi baxmaq istədik, 49-dan 7, axı burada elə bir şey yoxdur. Bir də bunların cəminə baxaq, 8, 20... 20, deməli burada da cavab 20 etməlidir. Baxın, 8-in üstünə 7 gəlirəm, 15 üstünə 5 gəlirəm, 20, 9-un üstünə 3 gəlirəm, 12, 12 üstünə 8 gəlirəm, 20, 4-ün üstünə 7, 13, 4-ün üstünə 7, 11, 11-in üstünə 9, 20. Gördünüz? Yəni, bir-birini tamamlayan əməllər alına bilər bəzən. Belə üçbucaq içərisində verilən belə bir misalımız var. Baxaq, görək, burada nə ala bilərik, necə həll edə bilərik. Üç bucaqdır, içində 297 var, cavab 56 alınıb, 54 alınıb. 315 var, kvadratın içərisində cavab 36 alınıb. 36 alınıb. 126 kvadratın rombun içərisindədir və 5 bucaqlının içərisində 411 var, cavab 30 alınıb. Gəlin biz 2-nin üstünə 9 gələk, eləsin 11, 11 üstünə 7, 18, 3-ə vuraq, 54. 3 üstünə 1 gələk, 4, 4-ün üstünə 5 gələk, 9, 9, 4 bucaqlıdır deyə 4-ə vururuq, 36. Burada 3-ə vurduq, çünki 3 bucaqlıydı. 4-ün üstünə 1 gəlirik, 5, 5-in üstünə 1 gəlirik, 6, 6-nın 5 bucaqlıdır, 5-ə vururuq, 30. 1-in üstünə 2 gəlirik, 3, 3-ün üstünə 6 gəlirik, 9, 4 bucaqlıdır, 9 dəfəm 4-ün 36 alındı. İndi biz digər misallara da baxa bilərik, davam edə bilərik. Hansı misallara baxaq ki, bizdə... Baxın, burada belə bir misal var. Görək. Bu da sadədir. Baxın, 7-ni 7-yə vurub 49. 6-nı 3-ə vurub 18. 3-ü 19-a vuracaq ki... Cavab 57 alınsın. Yəni, belə sadə bir cavab. Bu isə ardıcıl gələn spiralvari misaldır. Bu, ən sadə misallardan biridir. Başlanğıcda sadəcə, necə deyək də, yaddaşda saxlamaqla gələcək. 4-ü 2-yə vurub 8. 8-dən 2 çıxacaq 6. 6-nı 3-ə bölüb 2. 2 üstə 9 gələcək 11. 11-i 3-ə vurub 33, 33-dən 5 çıxıb 28, 28-i 4-ə bölüb 7. Bizdən də x plus y minus z istəyir. X-imiz nə almışdı? Yazmışdıq 6. Y-imiz nə alınmışdı? Yazmışdıq 11. Z-imiz nə alınmışdı? 7. 6-nın üstünə 11 gəlir 17, 17-dən də 7 çıxır 10. Spiralvari misaldır. Daha sonra şəkil ədəd münasibətlərindən. Bu da eyni, baxın, eyni misalın bir başqa paralel gedən üsuludur. Asandır, o çox asandır, yəni. Buna baxaq, baxın, 7 üstünə 4 gəlib 11, 11 üstünə 6 gəlib 17, 17-nin üstünə
9 gəlib, 13 gəlib, 18, 18-in üstünə, 18, 57-nin üstünə 24. Baxaq görək düz hesablamışıq mı? 4, 6, 9, 13, 18, 24, 2, 3, 4, 5, 6. Demək 24-dən 7 vahid böyük gələcək. 81-in üstünə gələcək, 27 üstünə, 24 üstünə 7, 31. Bu da alınacaq 112. Buraya necə gəldiyimi sizə izah eləyəcəm. Mən təqribi, bax, heç bir məntiq düşünmədən fikirləşdim ki, 7 üstünə 4 gəlsəm 11 eləyər, 11 üstünə 6 gəlsəm 17, 17 üstünə 9 gəlsəm 26 və s. vilaxır. Daha sonra gəldiyim ədədlər arasında bir ardıcıllıq varmı ona baxıram. 4-dən 6-ya gəlmək üçün 2 vahid, 6-dan 9-a gəlmək üçün 3 vahid, 9-dan 13-ə gəlmək üçün 4 vahid, 13-dən 18-ə gəlmək üçün 5 vahid. Baxın, 2, 3, 4, 5 eyni vahid qədər ardıcıllıqla artır. Ən son gəldiyim vahid 27-dir. Mən 13-ün üstünə 6 gəlib 18 almışam. 18-in üstünə, daha doğrusu 9-un üstünə 4 gəlib 13 almışam. 13-ün üstünə 5 gəlib 18 almışam. 18-in üstünə 6 gəlib 24 almışamsa, 24-ün üstünə də 7 gələcək. 2, 3, 4, 5, 6, 7 qədər artır. Və 81 ədədin üstünə 31 gəldim. Cavablarımızda da 112 vardır. Baxaq, belə bir gilas kimi bir misal var burada. Kameranı necə qoyacaq, kitabı qaldıraram. Eybi yoxdur. Gəl belə qoyaq belə. Belə daha qəşəng görünür məncə. Baxaq görək burada tapa biləcəyik hansı məntiq ardıcıllıq var. Hər bu 3 rəqəmdən yuxarıdakı rəqəm, hər 3 gilasdan yuxarıdakı rəqəm alınır. Baxaq görək alınırmı həqiqətən. Aha, baxın görün necə. Vurma bölmə bilən adam üçün, topluma çıxma bilən adam üçün biraz da kub kvadrat biliriksə, məntiq çətin deyil, çox sadədir. Baxın, görək bu tapdığımız üsul hələ ödəyirmi? Çox da belə özümə güvənməyim. 4-ü 7-yə vurduq 28, 28-dən 5 çıxdıq 23. 4-ü 5-ə vurduq. 4-ü 5-ə. 4-ü 8-ə vurduq 32, 32-dən 5 çıxdıq 27. 9-u 3-ə vurduq 27, 27-dən 5 çıxdıq. Baxın 22 cavabı cavablar da var. Çevirək bu istiqamətə görək burada alınırmı bu? Aha. İlk öncədən baxdıqda 18 üstünə 23 gələndə 39 alınır. Mən nə gözəl danışıram. 18 üstə 21 gələndə 39 alınır. Amma 15 üstə 25 gələndə 76 alınmır. Deməli, burada üsul nədir? Baxın, görün necə sadə üsuldur. 2 üstə 1 gəlib 3 birinci yazıb, 1 üstə 8 gəlib 9 ikinci yazıb. 7 üstə 2 üstə 5 gəlib 7 birinci yazıb, 1 üstə 5 gəlib 6 ikinci yazıb. 3 üstə 1 gələcək 4, 2 üstə 4 gələcək 6, 46. Baxırsınız necə sadə bir üsul. Bəzən üsul o qədər sadə olur ki, insan öz-özlüyündə deyir ki, bu necə də sadədir və bunu tapmaq asandır. Burada mərtəbəli misal var. Buradakı aşağıdakı 2 rəqəmdən üstdəki rəqəm alınır. Gəlin fərziyyələrimizi irəli sürək, görək bizdə bu cavab alınırmı? Çox maraqlıdır. Hər iki halda 12 alınır yuxarıda. Hər iki halda 12 alınır. Bəs hardan alınır? Biz onu tapaq. Hardan gəlir bu 12 bura hər dəfə? 4-ə vursaq alınmır. 17 cəmindən 5 çıxsaq, cəmindən. Baxaq. Peki, belə toplasaq. Yox. Peki, bunların ikisindən bu alınacaq. Yox, bunların ikisindən yuxarı alınacaq. 84, 66, tapdıq, 70. Baxın, 12-ni 7-yə vurub 84. 8-in üstünə 4 gəlirəm, 12. Baxırsınız, deyəsən fokuslamırmış bayaqdan. 11-i 6-ya vurub 66, 6 ilə 6-nı toplayıram, 12. 14-ü vuracam 5-ə, 70. 7 üstə də 0 gələcəm, 7. Baxın, sadə bir üsulla alındı. Digərinə baxaq görək, burada nə kimi bir hadisələr baş verir.
Baxaq. Maraqlıdır. Burada da maraqlı bir şey var, amma tapmaq lazımdır bunu da. Fərqini 2-yə bölüb. Baxın. 13-dən 3 çıxıb 10, 2-yə bölüb 5. 19